Öz hekayəni yaz. Qələmin sənin əlindədir. İndi öz həyatını sən yaz. Hər kəsin içində bir hekayə var. Həyat bir roman olmasa da, hər insanın içində bir hekayə gizlənir. O hekayə bəzən dərinliklərə çəkilir, bəzən qaranlığa qarışır, bəzən isə sadəcə susur. Çünki biz çox zaman başqalarının bizə yazdığı rolları yaşayırıq. Cəmiyyətin, ailənin, müəllimlərin, dostların və ya sadəcə susqunluğun. Amma bir sual var ki, sanki içimizi silkələyir. Bəs mən kiməm? Həyatımın müəllifi mən ola bilərəmmi? Bu videonun məqsədi sadədir. Sənə xatırlatmaq, bəli, ola bilərsən, hətta yalnız sən ola bilərsən. Çünki bu hekayə yalnız sənə aiddir və heç kimin qələmi sənin səsini əvəz edə bilməz. Bu, sadə bir fikir deyil. Bu, həm məsuliyyət, həm azadlıq, həm də güc deməkdir. Sən öz hekayəni yazırsansa, keçmişini başqasının deyil, öz səsinlə anlayırsan. İndiki anı seçərək yaşayırsan. Gələcəyini başqasına buraxmır, öz əlinlə qurursan. Yaşamaq yox, yaradıcı yaşamaq budur. Bəli, keçmişdə ağrılar var, sükutlar var, itkilər var. Amma həm də dirəniş, dərslər, güc var. Sən keçmişini dəyişə bilməzsən, amma ona münasibətini dəyişə bilərsən və keçmiş üzərindən gələcəyə bir körpü qura bilərsən. Hər qəhrəmanın bir dönüş nöqtəsi olur. Səninki bəlkə də elə bu andır. Özünə bu sualları ver. Bugün nə üçün yaşayıram? Həyatımda mənim qərarlarım nə qədərdir? Hansıları ertələyirəm və niyə? Bu suallar sənin hekayəni yazmağa başlama nöqtəndir. Gələcək sadəcə ehtimallarla dolu bir boş səhifədir və bu səhifəni sən qələmlə yox, qərarlarınla yazırsan. Mükəmməl plan lazım deyil, sənə lazım olan. Kiçik, davamlı addımlar, dürüstlük, cəsarət. Yazıcı olacaqsan, yoxsa oxucu? Qəhrəman olacaqsan, yoxsa tamaşaçı? Qorxmaq zəiflik deyil, bu böyüməyə hazır olduğunun işarəsidir. Amma qorxuya rəhbərlik vermə, çünki əsl inkişaf qorxunun o biri tərəfindədir. Biraz da gözləyim. Bu, ən çox yayılan yalandır. Ən uyğun vaxt elə bu andır. Yazmağa indi başla. Bir xatirəni yaz. Gələcəkdəki özünə məktub yaz. Kim olmaq istədiyini təsvir et. Səhvlər ola bilər, cümlələr natamam da ola bilər. Amma başla, çünki yalnız başlayanlar hekayə yaza bilir. Sənin yaşadıqların bəlkə birinə ilham olacaq. Bir cümlə, bir həyat dəyişdirəcək. Sənin seçimin birinə cürət verəcək. Bu həyat sənin, bu hekayə sənə məxsusdur. Qələmi əlinə al, nəfəs al və öz hekayəni yaz.